Mən hər şeyi qurban eləmişəm bu yolda. Mən İlyanın nəvələrimin üzünə həsrət qoyub qızım. Bu partiyaya görə. Oğlumu mənim üstümə qaldırıb gündə oğlumla davadayıq biz bu yolda. Buna görə. Gətirib hamını gətirib üst başa keçirdir. Emil Səlimovdur bunun hamısını eləyən. Əməyimin bəhrəsi buydu. Sizin hələ hakimiyyətə gəlməmişsiniz beləsiniz. Hakimiyyətə gəlsəniz vəbşi demək məni kimisiniz, məni şəxsən. Mən özümü elə isə bilirəm. Ortada triyapka kimi kullanıb atacaqsınız. Özünüz o istədiklərinizi gətirəsiniz vəzifəyə. Dilara xanım da geçsin, canı çıxsın, harada canı çıxır çıxsın. İndi qədər də tərsini belə də sürürsün. Belə çıxır da. Belə çıxır da. Mən demək məndən istifadə edin, yalandan hakimiyyətə gəlmək üçün sonra da mən kullanın atım. Belə çıxır da. Mən şəxsini belə dəyərləndirirəm. Bir şey olan kimi Emil bir yandan üstümə düşür. Ruslan Əmirli bir yandan, Hüseyin ağa bir yandan, hərəsi bir yandan təlimat verir. Belə Dilara xanım belə elə. Mən ondan tüpürmək istəyirəm. Bu lazım deyilsin partiyanızda da hər şeydir. Mən vəbşi qutardı partiyadan çıxıram. Mənə lazım deyil bu partiya.